Salam balaca və böyük tamaşaçılar. İmtahanda bu dəfə sınağa çəkilən ölkəmizin Sənaye və Energetika Naziri Natiq Əliyevdir. Xoş gəlmisiniz, cənab nazir. Çox sağ olasınız. Dəvətimizi qəbul etdiyinizə görə minnətdarıq. Gəlin əvvəlcə sizi şərtlərimizlə tanış edeyim. Deməli, əsas şərtimiz suallara konkret cavab verməlisiniz və hər suala təxminən 1 dəqiqə vaxtınız var. Məsləhətimiz diqqətli olasınız və imtahanımızın deməli, dəyişməyən qaydası sonda ən maraqlı sual sahibini seçib ona hədiyyənizi təqdim etməlisiniz. Şərtlərimizlə razısınız? Bəli. Başlayaq. Buyurun. Buyurun ilk bilet. Səhərdən gözüm bu biletə düşüb. Human Məmmədova Bərdə məktəblisi. Rayonlarda, kəndlərdə işıq nə vaxt tam qaydası ilə yanacaq? Yeni elektrik stansiyalar, yəni elektrik enerjisinin istehsalının gücü artırılır və eyni zamanda biz paylayıcı xətləri təmir edəndən sonra, bərpa edəndən sonra hesab edirəm ki, bizim bütün kəndlərimizdə işıq olacaqdır. Fərid Abbasov 194 saylı məktəb. İş vaxtından sonra nə ilə məşğul olursunuz? İş vaxtından sonra mən ailəmlə vaxtımı keçirirəm. Mənim ailəm çox böyük də deyil. Bir oğlum var, bir nəvəm var və çalışıram ki, həm onlara vaxtımı ayırım, həm də ki, bildiyiniz kimi televizordur, kitabdır, teatrdır. Ümumiyyətlə, bizim belə deyək, nazirlərin o qədər də vaxtı olmur, ona görə ki, rəsmi tədbirlər də çoxdur. Buyurun, növbəti bilet çəkin. Buyurun. Rəşad Abbasov 30 saylı məktəb. Sizin işığınızı və qazınızı kəsəndə nə edirsiniz? Zəng edirəm, yəni ya Bak Enerjiyə, ya da ki, Bakı Qaz İdarəsinə soruşuram, nə olubdur. Mənə həmişə cavab olur ki, hardasa təmir gedir. Deməli, hardasa podstansiyaya tutaq ki, sıradan çıxıbdır. Və ona görə mənə indi düzdür bilirlər kim zəng edir, deyirlər ki, bir yarım saata, ya 1 saata, ya bir neçə saata bərpa olunacaqdır. Ya işıq, ya qaz, ya su. Bizə də həmin cavabı deyirlər. Gönül Heydərli 260 saylı məktəb. Azərbaycan istehsalı olan hansı məhsullardan istifadə edirsiniz? Ümumiyyətlə, mən deyərdim ki, bugün Azərbaycanda olan məhsullar, əsas məhsulları enerji sahəsində olan məhsullardır, bu bir. İkincisi isə hesab edirəm ki, bizim qida məhsullarımızdır ki, biz onu istifadə edirik. Ancaq yalan danışa bilmərəm, geyimdir, ayaqqabıdır, yaxud bir qalstukdur, yaxud bir köynəkdir. Bunları daha çox biz xarici mallardan istifadə edirik. Buyurun, növbəti bilet çəkin. Buyurun. Qızbəs Rızayeva 26 saylı məktəb. Cəmiyyətdə insanın güclü formalaşması üçün aşağıdakı amillərdən hansı daha əsasdır? A. Ağıl, B. Pul, C. Vəzifə. Bəzi insanların ağlı da kömək etmir. Mən isə bilirəm ki, onun hər tərəfli təhsili də olmalıdır, ağlı da olmalıdır, mədəniyyəti də olmalıdır, onun tərbiyəsi də olmalıdır. Bax, bunlar, bu amillər hamısı bir yerdə olanda, onda həm həyat, həm özü insan daha gözəl olur. Elmin Süleymanov 159 saylı məktəb. Nəyə görə bizdə heç kəs işığa qənaət etmir? Ona görə birincisi, həmişə bizim cəmiyyətimiz öyrənib və ucuz enerji resursları bir cəmiyyətdə yaşayıbdır. Yəni, bu enerji resurslarını istehsal etmək nə qədər çətindir, ola bilsin ki, hələ bütün əhali bilmir. Bugünkü siyasət ona gətirib çıxarır ki, bütün dünyada enerji resurslar ən böyük sərvətdir. Və bugün hansı ölkənin özünün çoxlu enerji resursları var, o daha zəngin olur, o daha güclü olur və ümumiyyətlə bizim hamımız bilməliyik ki, bundan biz qənaət etməliyik. Buyurun, növbəti bilet çəkin. Günay Əlizadə 166 saylı məktəb. Azərbaycanda atom elektrik stansiyası nə vaxt tikiləcək? Ümumiyyətlə, dövlət özü həmişə istifadə edir, hansı enerji resursları var onda. Və biz Azərbaycan olaraq ənənəvi bizim neft və qazımız həmişə bol olubdur. Bugün hörmətli prezidentimiz Krakov şəhərində orada çıxış edəndə dedi ki, bizim neft qazımız 100 il hələ Azərbaycan xalqına bəs edəcəkdir. Ancaq o ölkələrdə ki, neft qaz yoxdur, ümumiyyətlə su, elektrik stansiyalardan istifadə edə bilmirlər, yaxud çatışmamazlıq var, yaxud onların iqlimi icazə vermir ki, başqa qeyri-ənənəvi enerjiden istehsal edilsinlər və s. Onlar üzünü çevirirlər atom enerjisine. Ancaq bu indiki zamanada hesab edirəm ki, hələ ki bizə bu tezdir. Ancaq işləmək lazımdır bunun üzərində.
Və hesab edirəm ki, hökumət bu barədə öz fikirləri var. Nilüfər Ağazadə 87 saylı məktəb. Bir vətəndaş kimi kommunal xərcləri vaxtında ödəyirsiniz, yoxsa ödətdirirsiniz? Görürsünüz, çox gözəl bir sualdır. Mən hesab edirəm ki, mənə ehtiyac yoxdur ki, mən kimisə ödətdirim. Ona görə ki, biz belə tərbiyə almışıq, belə həmişə hərəkət etmişik. Biz özümüz öz bütün kommunal xərclərimizi özümüz ödəyirik. Elmar Babayev 267 saylı məktəb. Pul həyatda narahatçılıq yoxsa rahatçılıq gətirir? Bilirsiniz, mən hesab edirəm ki, pul həm dünyada, cəmiyyətdə və insanın həyatında çox vacib bir faktordur. Yəni, əgər kimsə desə, mən pul istəmirəm, pulu sevmirəm və o yalan danışar. Nə üçün? Ona görə ki, pul insana verir ki, qidalansın, yaxşı geyinsin, gözəl görünsün, kimisə hədiyyə alsın, uşaqlarına, balasına, ailəsinə və s. bu imkanları verir. Ancaq pulu, iş var ki, sən pulu necə qazanırsan və necə onun dalıyca qaçırsan? Vicdanla mı? Yoxsa oğurluqla qazanırsan bunu, yoxsa quldurluqla qazanırsan, yoxsa zəhmətinlə qazanırsan, beyninlə qazanırsan, əlinlə qazanırsan. Hansısa bir, nə deyim, belə istedadla bəlkə qazanırsan. Bəzi istedadlı adam var, tutaq ki, bir ilə varlı olur. Pul yaxşı şeydir. Ancaq pulun birincisi mənbəyi müəyyən olmalıdır. Sən hardan bunu qazanırsan, necə qazanırsan. İkinci tərəfdən isə o imkan verməlidir ki, sən daha zəngin, daha yaxşı yaşamalısan və sağlamlığı uzun, həmişə necə deyim, sağlam olasan və ömrünü uzun edəsən. Buna da pul çox vacib bir şeydir. Şərtlərinizi pozursunuz. Buyurun, növbət bilim çəkin. Çox danışdım, hə? Odur. Oldu. Qiymətimi biraz aşağı salarsınız. Yox, görərik. Əmnağı Mahiroğlu Binəqədi məktəblisi. Qara qızılı insan qızılına çevirmək üçün bizə nə lazımdır? Qara qızılı ağıl və insan qızılına çevirmək üçün bizə çox böyük bir bilik lazımdır, təhsil lazımdır, ağıllıq lazımdır, bizə zəhmət lazımdır. Yəni, bu sərvət hansısa bir zaman qutaracaq. Ancaq əgər biz özümüzü həmişə ümid olsaq ki, bizim həmişə neftimiz, qazımız olacaq ki, biz bunu satıb bütün cəmaatımız yaxşı yaşayacaqsa, o düzgün istiqamət olmaz və biz burada uduzarıq. Aytən Quliyeva 49 saylı məktəb. İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycan nefti əsas rol oynadı. Sizcə Bakı nefti də Qarabağ düyününün açılmasında bizə kömək edəcək? Dünya müharibəsi motor müharibəsidir. Yəni, kimdə daha çox motorlar fəaliyyət göstərir, işləyir və s. o qalib gələcəkdir. Və ona görə biz deyirik ki, Azərbaycanın bu müharibədə qalib gəlməsinə Sovet İttifaqının çox böyük rolu oldu. İndi isə mən bunu nə deyə bilərəm? Bəli, mən indi də deyə bilərəm ki, neftin və qazın bugün böyük əhəmiyyəti var. Qarabağ bu konfliktində Ermənistan-Azərbaycan münaqişəsində qalib gələk. Biz daha gücləşirik ildən ilə və bunun səbəbi nədir? Bunun səbəbi neft, qazdır və bizim ölkədə istehsal olan məhsullardır, iqtisadiyyətimizdir. Buyurun, növbət bilet çəkin. Buyur. Günel Şamilzadə 296 saylı məktəb. Sizə Natiq müəllim deyə müraciət edəndə xoş gəlir, yoxsa cənab nazir? Çox adam mənə, tanıyan adam, bilən adam mənə Natiq müəllim deyir. Bəziləri Natiq deyir, bəziləri Natiq Ağayeviç deyirlər, bəziləri Natiq Ağamioğlu deyirlər və s. Çox müraciət etmək olar. Ancaq cənab nazir mən hesab edirəm ki, bu çox rəsmidir. Çox rəsmidir və yalnız hansısa rəsmi görüşlərdə belə müraciət etmək lazımdır. Ona görə ki, bu niyə görə mən deyirəm lazımdır? Ona görə ki, insanın statusunu qeyd etmək. Bir də xüsusilə qeyd etmək ki, bəli, bu cənab nazir oturub qabaq. Cənab nazirə əzanlı görürsünüz, məncə fasiləyə ehtiyac var. Su da içə bilərsiniz. Çox sağ olun. Biləsiniz fransız su sağ olun, minnətdaram. Cənab nazir, bildiyiniz kimi artıq may bitir, yəni dərslər bitir, son zəng ərəfəsidir artıq.
Mənim maraqlıdır ki, siz öz son zənginizi necə xatırlayırsınız? Adətən bizim məktəblərdə belə bir adət var ki, yəni günəşi qarşılayırlar, yəni günəşin çıxmasını. Bizim Və vaxtımızda sizin- da olub. Düz. Siz öz son zənginizi necə xatırlayırsınız? Mənim yadımdadır. Birincisi yadımdadır, bir hamı sevinir. Yəni məktəbi qutaranda hamı sevinir. Ona görə ki, yeni bir həyat açılır qabağında. İkinci tərəfdən başa düşürsən ki, 11 il sən hansısa dostlarınla oxumusan, yoldaşlarınla oxumusan, onlarla istər-istəməz ayrılırsan. Mənim vaxtımda o vaxtlar bir 3-4 mənim dostum tutdu ki, getdi Moskvaya təhsil almağa. Sonra bir neçəsi əskərliyə getdi, bir neçəsi məndən qaldı, o biri getdi işləməyə. Ancaq baxmayaraq istər-istəməz biz ayrıldıq. Yəni bu hisslər də var ki, sən bilirsən ki, sən ayrılırsan dostlarından. İkinci isə şübhəsiz sən böyük bir nesə bilirəm ki, bu bilirsiniz nədir? Bir hiss keçirirsən, o da hiss odur ki, sən artıq yeni bir həyata gəlirsən. Sən öz-özünə cavab deyilsən, sən öz taleyevə cavab deyilsən. Sonra bilirsiniz ki, yəni sizi KVN-də bir yansılayırlar, yəni parodiyanız var. Olur. Sizin buna münasibətinizi bilmək istərdim. Çox gözəl, çox gözəl. Ümumiyyətlə mən deyərdim ki, KVN-də iştirak edən bu belə deyək ki, oğlanlar, onları mən çox gözəl, yaxşı tanıyıram. Onlar çox biliklidirlər, çox böyük yumorladır. Bu təhqir deyil. Əgər onlar hansısa bir cəhətdən kimisə məmurumu, nazirimi, yaxud ümumiyyətlə cəmiyyətdən götürülüb hansısa hadisələri göstərirlər, bu yalnız odur ki, bu yumordur. Bu xeyirxah yumordur. Çox gözəl, istərdim ki, məni həmişə nəsə KVN-də olur olsun göstərsinlər. Nə deməkdir? Deməli, mən bir tərəfdən o fəxrdir. Deməli, mən tanınmış adamam ki, məni belə bir göstərirlər KVN-də. Davam edək. Tərlədim öyle. Sen tərlətdin məni ya. Başlayaq. Davam edək. Davam edək. Bunun axırına çatmalıyıq da, mən belə başa düşürəm. Elədir mi? Günay Bağırova 121 salimetdə. Yaxşılıq çox etmişsiniz, yoxsa pislik? Bir məşhur bir şeir var idi. Yaxşı nədir, pis nədir də. O, belə deyək, hərdən bir sən insana yaxşılıq etmək istəyirsən, ancaq o elə bilir ki, o pislikdir. Bax, bu var. Yəni, sən necə başa düşürsən, yaxşılıq nə deməkdir, ya pislik nə deməkdir? Yaxud bir insana sən hələ bilirsən ki, ya o hələ bilir ki, mən ona yaxşılıq etdim. Ancaq təbiətdə isə, onun mahiyyətində, ola bilsin, mən ona pislik etmişəm. Ona görə ki, o ona, necə deyim, o yaxşılıq ona qulluq etməyəcək. Daha pis yola apara bilər. Onu bilmirəm, deyə bildim, yoxsa deyə bilmədim. Hərdən bir biz deyirik ki, bir yaxda nə olar, bu da belədir, gəl mən bunu edim, yaxşılıq edim. Ancaq o insan öyrəşir, o qazanmadığı yaxşılığa öyrəşir və hələ bilir ki, bu yaxşılıq həmişə olacaq. Yaxşılığı da qazanmaq lazımdır. Mən inanmıram ki, siz pislik edərsiniz. Mən həmişə inanıram ki, siz yaxşılıq edərsiniz. Nə deyim, çalışmışam həmişə yaxşılıq edim. Könül Ağdami 20 salimetdə. Bakı neft milyonçularımızdan daha çox kimə rəğbət bəsləyirsiniz? Allah Teala bunları nəysə zəngin edibsə, neftimiz və qazımız sayəsində, onlar da əgər xalqa xidmət ediblərsə vaxtı ilə, mən hesab edirəm ki, Allah rəhmət eləsin onlara hamı. Mən maraqlıdır, bəs siz bu dövrün, yəni indiki zamanın Bakının neft milyonçusu olsaydınız, nə edərdiniz? Bilirsiniz, Bakının neft milyonçusu deyirsiniz olsaydım nə edərdim? Şübhəsiz o dövr və bu dövr tam başqadır. Mən hesab edirəm ki, belə adamlar çoxdur. Və bir gün bunlar bir şeylə mən deyərdim ki, məşğul olmalıdır və şəxsən mən məşğul olardım. Mən yeni iş yerləri yaradardım. Buyurun, bəlkə biraz çəkin. Buyur. Elçin Vəliyev 148 salimetdə. O, mənim məktəbimdir. Sizcə ölkə çempionu hansı futbol klubu olacaq? Yenə də Neftçiyə azarkeşlik edirsiniz? Ölkə çempionu belədir də. İndi mən özüm neftçiyəm deyənə bilirsiniz ki, daha gedib indi hansısa başqa bir komandaya Xəzər Lənkərana tutaq ki, düzdür, orada da
onu sponsorluq edən mənim yaxşı dostumdur, iş onda deyil. Ancaq gedib ona mən, necə deyim, onun baleşik ola bilmərəm mən heç vaxt. Yəni neftçi, bəli, azarkeş mən neftçiyəm. Həmişə də biz neftçinin azarkeşi olmuşuq. Belə gəlir ki, yəqin ki, bu sual məhz qalib çıxacaq. Görək. Səbinə Hüseynova 297 saylı məktəb. Sizdən çox xahiş edirlər, yoxsa siz kimlərdənsə daha çox xahiş edirsiniz? Bilirsiniz, ümumiyyətlə mənim bilmirəm, yaxşıdır, pisdir, ancaq mənim bir xasiyyətimdədir və bunu mənim ətrafımda olan insanlar bilirlər. Mən ömründə yəni xoşlamıram kimdənsə nəyisə istəmək, müraciət etmək və s. Çalışıram, əgər mənim öz problemlərim varsa, mən özüm onları həll edim. Və ancaq daha çox, şübhəsiz mənə çox müraciət edirlər. Buyurun, növbəti bilet çəkin. Buyurun. Az qalıb. İnci Kərimov 236 saylı məktəb. Sənayemizin tam qüvvəti ilə işləməsini neçənci ilə planlaşdırırsınız? A. 2010-cu, B. 2020-ci, C. 2100-cü ilə. Belə deyək, onda mən rəsmi olaraq bir nazir kimi demək istəyirəm ki, bizim nazirlikimiz bir ildən artıqdır ki, sənayenin inkişafı üzrə proqramını tərtib etmişdi, işləmişdi və bu yaxınlarda, deməli, bu proqram da 2007-ci, 2012-ci illəri əhatə edir. Böyük bir, geniş bir proqramdır. Hesab edirəm ki, bu proqramı biz yerinə yetirsək, 2012-ci ilə, mən dediyim kimi 5 illiyə biz buna nail ola bilərik. Jalə Dursunova 286 saylı məktəb. Özünüzdən 100% razı qaldığınız vaxt olubmu? Mən hesab etmirəm ki, hansısa bir insan özündən 100% razı olur. Ancaq ümumiyyətcə, baxanda ki, sən nə etmirsən həyatında, tarixə baxanda, yaxud keçdiyin illərə baxanda, bəli, onda insan özündən ya razı olur, ya narazı olur. Yalan danışardım, desəm ki, xeyr, mən razı deyiləm. Xeyr, mən ortalaması ilə razıyam. Mənə göstərdiyi həmin mənim ətrafımda olan həmkarlarım, o hörmətə görə, məndən yuxarı vəzifələrdə olan rəhbərlərimə görə ki, ona görə məni seçiblər, ona görə mənə etibar eləyiblər, mənə böyük etimad göstəriblər. Şübhəsiz bunlar olmalıdır. Yəni, mən deyə bilmərəm ki, mən narazıyım. Xeyr, mən açıq deyə bilərəm ki, mən razıyım. Buyurun, növbəti bilet çəkin. Gülnar Quliyeva 203 saylı məktəb. Atalar deyib ki, saxla zamanı, gələr zamanı. Biz nəyi saxlamalıyıq ki, zamanı gəlsin? Mən hesab edirəm ki, hər şeyi vaxtında istifadə etməliyik. Mən başa düşürəm bu sualı. Bəziləri tutaq ki, mübahisə edirlər ki, bəlkə neft qazı gələcək nəsillər üçün saxlayaq. Neft qaz bu gün qiymətli bir, tutaq ki, yanacaq kimi bir məhsuldur. Xam nefti, neft məhsullarıdır və s. Ola bilsin 10 ildən sonra, 15 ildən sonra, 20 ildən sonra elm o qədər inkişaf edəcək. Ola bilsin neft qaz o qədər də lazım olmayacaq dünyaya. Təvəkkül Allahverdiyev 236 saylı məktəb. Pulunuzu ən çox nəyə xərcləyirsiniz? Sağlamlığınıza. Buyurun, növbəti bilet çəkin. Murad Ələsgərov 25 saylı məktəb. Mobil telefonunuzda Bluetooth varmı? Varsa adı nədir? Bilirsiniz, mən o qədər də belə bilirəm ki, bu mobil telefonlarda Bluetooth da var, mən nə bilim, nəsə tərcümələr də var, mən nə bilim, hansısa bu əməliyyatlar var, çoxdur. Hansı ki, bu bilən insanlar onunla işləyirlər. Mənim nə vaxtım var onunla, o Bluetooth-la məşğul olmağa da başqa şeydir. Mənimki odur ki, mənim telefonum, bir də bilirəm ki, mənə zəng gələndə cavab verim və mən kiməsə zəng edim. Ona görə belə işlərlə məşğul olmağa doğrudan da vaxtım da yoxdur. İndi açıq desək də heç işlətməmişəm bunu. Varmı? Var. Şübhəsiz var. Kəmalə Fərruxzadə 190 saylı məktəb. Hansı ölkədə səfir işləmək istərdiniz? Bilirsiniz, səfir işləmək hesab edirəm ki, hər bir insanın Azərbaycanlılar şərəfidir. Yəni, xalqıvı, dövlətivi, böyük vətənivi, hardasa təmsil etmək xaricdə böyük bir şərəfdir. Bəs daha dəqiq hansı ölkədə səfir işləmək istərdiniz? Mən birincisi, necə deyim, ingilis dilli bir ölkəyə
daha İngiltərə. çox. İngiltərədir, başqa ölkələrdir. Siz bilirsiniz ki, ingilis dili çox başqa ölkələrdə də çox yayılmış bir dövlət dili səviyyəsində bir dildir. Ona görə belə bir ölkələrə gedərdim. Yaxud belə bir ölkəyə ki, hansısa onlar belə deyək ki, neft istehsalında çox böyük təcrübələri var. Buyurun, növbəti bilet çəkin. Kamil Rəşidoğlu, 297 saylı məktəb. Restorana gedərkən çox vaxt hesabı siz ödəyirsiniz, yoxsa dostlarınız? Bir yaxşı misal var. Deyir, aş yaxşı şeydir. Deyir, bir gün sizdə, bir gün bizdə. Ona görə mən hesab edirəm ki, o həmişə əgər sən ödəyirsənsə, o düzgün deyil. Sənin yerinə verəndə mən hesab edirəm ki, bu həmişə belə olsaydı, mən özümü təhqir bilərdim. Hülkar Abdullayeva, 18 saylı məktəb. Dünya 5 günlükdür, yoxsa? Bəli, bu da çox belə fəlsəfi bir sualdır. Dünya 5 günlükdür o mənada ki, insan doğulur və haçansa bu dünyanı tərk edəcək. Yəni, bu doğrudan da belədir. Ancaq başqa mənada dünya 5 günlükdür, deməli onda sən heç bir məqsəd qoyma qabağında, heç bir şeyə çalışma, heç bir şeyin dalıcan qaçma yine falan əmkələ deyilən dünya 5 gün öləcəyik də, gəlim uzanım bir yerdə oturum gözləyim ki, bəli, vaxt haçan gələcək, mən də vaxt öləcəm, o da düzgün deyil. Ona görə mən yenə deyirəm, dünya 5 günlük deyil. İnsan çalışmalıdır ki, bu həyatda, bu dünyada bir iz qoysun. Buyurun, növbəti bilet çəkin. Aysunay Əsədova, 20 saylı məktəb. Sizi şən adam kimi tanıyorlar, yoxsa qara dinməz? Bir də üzr istəyirəm. Sizi şən adam kimi tanıyorlar, yoxsa qara dinməz? Nə deyim, mən belə bir xasiyyətim var ki, mən zarafatı sevənəm. Ancaq, nə deyim, işdə çalışıram ki, tələbkarlıq olsun və eyni zamanda mən həmişə insanların, yaxud mənim ətrafımda olan, mənə tabi olan insanların, mən həmişə onların vicdanına qoyuram. Allahverdi Nəzərli, Mingəçevir liseyinin şagirdi. Ağsuda vaxtınızda nə etməyə xoşlayırsınız? A. Kebab çəkməyi, B. Maşın sürməyi, C. Kitab oxumaq. Çox kitab oxumuşam. Mənim hələ bütün Ağsuda vaxtlarım hələ kitab oxumaq olubdur. İndi isə daha çox kebab yeyirəm. Buyurun, sonuncu bilet çəkin. Sonuncu bilet oxuyum mu? Necə siz oxuyun? Buyurun. Bilet nömrə 7. Elşən Zakirli, 38 saylı məktəb. Həyatınızda elə bir imtahan olubmu ki, ondan üzü ağ çıxa bilməmisiniz? Bilirsiniz, mən hesab edirəm ki, insan heç vaxt etiraf etmir ki, mən hansısa imtahandan belə üzü açıq və ya çıxmamışam. Həmişə özünə bir nəysə qazanır ki, xeyr, mən bunu da etdim, falan etdim, ancaq indi uğursuz oldum, ancaq məndə heç bir günah yoxdur. Ona görə çətindir bunu xatırlamaq, çətindir demək. Fidan Müslümova, 159 saylı məktəb. Neft şirkətinin prezidenti olmaq asandır, yoxsa sənaye və energetika naziri? Bilirsiniz, mən hesab edirəm ki, ikisi də çətin vəzifədir. İkisi də çətin vəzifədir. Ona görə çox böyük burada məsuliyyət var. Hansı vəzifə olur olsun, onun böyüyündən, kiçiyindən asılı olmayaraq, əgər sənin məsuliyyətin varsa, hər bir vəzifə çətindir. Gördüyünüz kimi suallarımız bitdi, biletlərimiz bitdi. İndi sizə zəhmət olmasa ən maraqlı sual sahibini seçin. Ən maraqlı sual. İndi biletlər buradadır, baxmaq Yox, mən deyərdim ki, doğrudan da bütün suallar, bilmirəm, indi tamaşaçılar üçün olacaq. Siz baxarsınız. Bəli. Nüvə atom stansiyalarının gələcəyi Azərbaycanda mən hesab edirəm ki, bu sual daha maraqlı idi. Sizcə Azərbaycanda? Heç bilmirəm, hardadır o, baxmaq lazımdır. Sizcə Azərbaycanda? Yox. D. Azərbaycanda atom elektrik stansiyası nə vaxt tikiləcək? Günay Əlizadə, 166 saylı məktəb, 11-ci sinif şagirdi. 166 saylı məktəbə gedib, onu dəstəkləməlisiniz. Belə, Günay Əlizadəni təbrik edirik. 166 saylı məktəbin 11-ci sinif şagirdi və o Natiq müəllimdən öz hədiyəsini qazana biləcək.
Yəqin ki, sizə öz qiymətinizi maraqlandırır. Bəlkə sizə bu dəfə imtahanda qiymət yazaq. Yazın da nə olar? Nə olar? Yazın. Yox, biz qaydalarımızı poza bilmərik. Hə. Çünki bizim imtahanda artıq öz qiymətini alan məşhur şəxslər imtahana çəkilir. Qaldı qalbimizə hədiyyəni təqdim etmək. Mən isə sizinlə sağollaşıram. Çalışın bütün imtahanlardan alın açıq çıxasın. Cənab nazir, hamımız üçün maraqlıdır. İmtahan necə keçdi? Bilirsiniz, çox həyəcanlı oldum. Ona görə ki, doğrudan da bilmirdim ki, belə çox maraqlı suallar olacaq bir tərəfdən. İkincisi, çox şadam ki, belə bir imtahana çəkildim. Bir gün, hələ bil ki, bilirsiniz, bu uşaqlıq dövrüm yadıma düşdü bir tərəfdə. Bu aparıcı Orxan çox gözəl bir, belə deyərdim, oğlandır. Yaxşı suallar da seçmişdilər. Yəni, mən görürəm ki, mənə məlumat verdi ki, 1500 dənə sual olubdur. Yəni, 1500 sualdan bəlkə 20-sini, 30-unu seçiblər ki, ona görə ki, vaxtı yoxdur. Ancaq eyni zamanda görürəm ki, doğrudan bizim uşaqlar hər tərəfli bir inkişaf edir.